Salam əziz izləyicilərim. Bugünkü gündə sizə kələm turşusu qoyacaq. Şoraba da deyirlər, turşu da deyirlər. Bizlər turşu deyirik. Mənim burada biraz doğranmış var. Bu da içinə gedən ərzaqlardır. Elə bil ki 4 kilo kələmə, 1 kilo çuğundur, 200-300 qram kök, petruşka, limon, 2 baş sarımsaq, acı biber, yəni acılıdır, yox, burada acılı biberlə, 5-6 dənə də dəfrə yarpağı, duz, zövqə görə, kimi duzlu istəyir, kimi biraz duzsuz istəyir, limon duzu, bir də limonu sıxırsan. İndi mən bir hissəsini doğramışam, bir hissəsi bütövdür. Bunları da xırdalayıb. Kim istəyər xırda eləyər, kim istəyər belə eləyər. Bizdə biraz xırda tez dəysin deyə mən biraz xırda edirəm ki, biraz şoraba tez dəysin. Allah cümləmizin rozu bərəkətinə, roz üstünə bərəkət versin, biz də içində. Sizlərdən Allah razı olsun. Mənim abunəm, kanalıma abunə olun. Xahiş edirəm. Bir də ki, bəyənin, like atmağı da unutmayın. Sağ olun, var olun. Yorumlara da öz fikrinizi, rəyinizi yaza bilərsiniz. İstəsəz suxundurur, mən belə doğrayıram. İstəyən xırda eləyər, istəyən lap iri eləyər, böyük eləyər. Mən yenə dediyim kimi biraz tez alınsın deyə, tez dəysin deyə xırda eləyirəm ki, bir-birinə tez qarışsın, gözəl görünsün, rəngi tez çıxsın, dəysin. Belə. Əgər bu videoya 1000 abunə gəlsə, 3-4 dənə video birdən çəkəcəyik. Altda isə tarif olacaq. İndi baxın, yorkalanır. Mən belə doğrayıram, siz də necə istəyirsiniz, elə doğrayarsınız. Yəni bunu belə də bilərsiniz, bütün tuta bilərsiniz. Yenə belə təkrar eləməyim. Dediyim kimi mən xırda eləmişəm. Biraz tez dəyməyini istəyirəm. Ona görə biraz xırda eləyirəm. Nəzik xırda. Yəni bir müddət, uzun müddət saxlamaqdan ötürü, uzun müddət məsələsini deyəsən ki, dəysin. Sənə elə ki, tez lazım deyil da. Ona görə bir 4 də bölüb ata bilərsən. Məsəl üçün 2 də bölüb ata bilərsən. Yəni bildiyimiz kələm turşusu da cürə doğranışlar var. İndi mən belə eləmişəm. Dediyim kimi 300 gram kökdür, 4 kilo kələmdir, yarım kilo çuğundurdur. Sarımsaq zövqə görə, kərəvüz, petruşka,
dəfnə yarpağı, limon duzu, şəkər də tökə bilərsiniz. Bundan əvvəlki dəfə mən şəkər tökmüşdüm. Çox gözəl alınmışdı. İndi mən özümü tərif eləməyim, ancaq yeyənlər hamısı həqiqətən də tərif elədilər. Dedilər, çox dadlı, ləzzətlidir. Ərzaqları qatıq, duzunu, limon duzunu qarışdırıb tökürəm. Biraz da üzərindən kələm tökər. Doğradığımız kələmləri. Belə mən bunu qat-qat yığıram. Biraz irilik xırdalıdır. Sarımsaqlarını tökəcəm. Doğrayıb tökə bilərsiniz. Öz üstə-yüzdən asılıdır. Bunlar da ki, xırda bildiyimiz acı biberlərdir. Bu da limonumuzdur. Təzədən biz bir qat soğandır tökürük. Kələmimizin bir hissəsi qalıb. Dostlar, ilk videomdur. Bu mənim. Ola bilər qüsurum olar, ola bilər əgər eskiyim olar. Bağışlayın ona görə. Üzürlü sayın. Allah razı olsun. Allah köməyinizdə olsun. Abunə olun kanalıma. Videolarımı bəyənin, like eləyin. Mənim də bəyənilsin inşallah. Bacardığımı əsirgəmlərlə, əziz izləyicilərimlə. Allah hər birinizdən razı olsun. Qaldı mənim bir dənə kələmim. Onları eləyəndən sonra, doğrayandan sonra bir dənə kələm qaldı. Biraz sərt kələmdir, qışın bugünündə. Ancaq ötəsindən gəlib doğrayacaq inşallah. Doğradım, böldüm. Yenə də dediyim kimi ilk dəfədir. Ola bilər qüsurum olar, ola bilər. Nə bilim, indi insandır da. Çatışmayacaqlar. Ona görə üzrlü sayın. Allah sizləri var eləsin. Bugündən bu mənim ilk videomdur. Mən şirniyyatlarımı inşallah yeməklərimi, şirələrimi, nə bilim, inşallah əvvəl qabaqda da yaz gəlir, hər gün aldığımız, işlətdiyimiz, bişirdiyimiz, məsələn, pomidordur, yayda olur, iço düzəldirik, pomidor düzəldirik, pomidor yumurtalıq eləyirik, onların hamısını inşallah çəkib qoyacağım. Allahın köməkliğinə sizlə bəyənib like eləməyi mənə çox görməyin. Allah razı olsun, Allah köməkli olsun. Allah hamının ruzusuna, bərəkətinə, ruzusuna bərəkət versin, ruzulu bərəkətli olsun hər bir kəsin evi, işi. Allah qazancımıza bolca bərəkət versin. Amin ya Rəbb. Qazanlarımız
olanların canı sağ olsun. Hər birimiz əziyyət çəkirik. Qurban olum Allahın nimətlərini esirgəməsin bizdən. Allah hər birimizə yar yardımcı olsun.